Azərbaycanda icra hakimiyyəti strukturunu ləğv etmək niyyətləri barədə danışılır. Bu konstitusion struktur olsa da belə görünür ki, iflic vəziyyətindədir və İlham Əliyev də onu ləğv edib təzə bir şey yaratmaq istəyir. Əliyev bu strukturu ona görə ləğv etməyi düşünmür ki, onları pis işləyir. Ona görə ləğv etmək istəyir ki, icra hakimiyyəti strukturları onun yeni müzəffər rangına uyğun gəlmir. Bir növ ayaqqabı dəyişmək kimi bir şey. Köhnəlib hesab edir. Hərçənd sistemin içində Əliyevin özündən çox köhnələn yoxdur, amma Əliyev belə düşünür ki, aramsız yağan korrupsiya yağışları onu daimi olaraq təzəliyir və köhnəlməyə qoymur. Nəsə, bu başqa bir illətdir. İndi hər halda vəziyyət belədir ki, Azərbaycanda son illər islahat adı altında aparılan dəyişikliklər yerli icra hakimiyyətlərinə çatanda faktiki olaraq dayanır. Əslində, həm də belə bir qənaət var ki, islahat deyilən hətta yalançı niyyətlər də icra hakimiyyəti strukturlarına gəlib çatmır. Onların nəsibi ən köhnə və yıpranmış qaydaları qoruyub saxlamaqdır. Buna görə də mərkəzi qurumlarda yenilənmə görüntüsü yaradılsa da, yerlərdə idarəetmə hələ də köhnə sovet qaydaları, formalizm və statistik hesabatçılıq üzərində qurulub. Bu sahədə islahat nə sürətlidir, nə də mahiyyətlidir. Proses daha çox qarışqa yerişini xatırladır. Yavaş, ağır və nəticəsiz. Nəticənin olması heç yuxarıdan da arzu edilmir. Yerli icra hakimiyyətlərində islahat anlayışı illərdir eyni ssenari üzrə gedir. Bir neçə vəzifənin adı dəyişdirilir, eyni şəxslər fərqli kabinetlərə köçürülür, amma idarəçilik zehniyyəti toxunulmaz olaraq qalır. Qərar vermə, təşəbbüs, vətəndaşla diyaloq yoxdur. Bu model açıq şəkildə SSRİ dövrünün bürokratik idarəetmə sistemini xatırladır. Problem sistemin özündə də deyil, problemi yaşadan, onu idarə edən köhnə düşüncədir, həm də lap başdan. Bu köhnə düşüncənin mərkəzində isə prezidentin ərazi təşkilat məsələləri üzrə köməkçisi olan Zeynal Nağdaliyevin adı çəkilir. Müşahidələr göstərir ki, o faktiki olaraq öz birbaşa funksiyalarından daha çox digər qurumların işinə müdaxilə etməklə məşğuldur. Bugün Zeynal Nağdaliyev sanki ayrıca bir statistika komitəsi kimi fəaliyyət göstərir. Bəzi nazirlərin qapalı etiraflarına görə rayon və şəhərlərdəki idarələr artıq öz nazirliklərindən yox, əsasən icra hakimiyyətlərinin kuratorları vasitəsilə Zeynal Nağdaliyevə hesabat verirlər. Rayonlarda real problemlərin həlli kənara qoyulub, əsas diqqət rəqəm toplamağa yönəlib. Yol nəqliyyat hadisələrinin sayı, ev yanğınları, doğulan körpələr, xəstəxanalara müraciət edənlərin statistikası, bütün bunlar Nağdaliyevin kuratorları tərəfindən yığılır, cədvəllərə salınır və hər gün İlham Əliyevə məruz olunur. Bu mexanizm süni iş gedir görüntüsü yaratmaq üçündür. Amma statistik cədvəllər nə işsizliyi azaldır, nə sosial narazılığı aradan qaldırır, nə də regionların real inkişafına töhfə verir. Rayonlarda işsizlik dərinləşir, gənclər kütləvi şəkildə bölgələri tərk edir, bələdiyyə torpaqları icra başçılarının nəzarəti altında satılır, sosial problemlər isə illərlə yerində sayır. Bu problemlər rəqəmlərə sığmadığı üçün görməzdən gəlinir. Son həftələrdə ölkənin əksər şəhər və rayonlarında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat iclasları da keçirilib. Rəsmi təqdimatda bu iclaslar yerli icra hakimiyyətlərinin hesabatı kimi təqdim olunub. Reallıqda isə mənzərə tamam fərqli idi. İcra başçıları kölgədə qalmışdı. Əsas məruzələri və inkişaf nağıllarını Zeynal Nağdaliyevin əməkdaşları səsləndirirdi. Rayonların güya sürətli inkişafı, yüksələn göstəricilər, artan rifah barədə danışılırdı. Bu çıxışlar utanmadan mediada da tirajlanırdı. Halbuki həmin rayonlarda yaşayan vətəndaşlar bu inkişafı nə əmək bazarında, nə sosial xidmətlərdə, nə də gündəlik həyatlarında hiss edirlər. Hesabat iclasları reallıqdan uzaq, qapalı və formal tədbirlərə çevrilmişdi. Sıravi vətəndaş bu iclaslarda yoxdur. Suallar verilmir, problemlər səsləndirilmir, ictimai nəzarət sıfır həddindədir.
yerli idarəetmə cəmiyyət qarşısında hesabat vermək əvəzinə yuxarı instansiyalar üçün statistik şou nümayiş etdirir. Eyni formalizm rayon və şəhərlərdə keçirilən vətəndaş qəbullarında da açıq görünür. Bu qəbulların əksəriyyəti əvvəlcədən qurulmuş ssenari üzrə keçir. Yerlərdəki nümayəndələr kəndlərdən narazılığı təhlükəsiz həddə olan 5-10 nəfəri seçir, onlara 1-2 sadə məsələni səsləndirməyi tapşırır, qəbul günü icra başçısı uzun, formal bir çıxış edir, 1-2 sual verilir və proses başa çatır. Zalda isə absurd mənzərə yaranır. Arxadakı 2 sırada vətəndaşlar, ön sıradakı 3 sırada icra hakimiyyətinin işçiləri əyləşir. Yəni, iştirakçıların əksəriyyəti elə icra aparatının öz əməkdaşlarıdır. Fotolara baxanda da bunun vətəndaş qəbulu yoxsa icra hakimiyyətinin daxili icrası olduğu anlaşılmır. Bu, formalizm sisteminin Zeynal Nağdəliyevin illərdir qurduğu və nəzarətdə saxladığı mexanizmin tərkib hissəsi olduğu bildirilir. Hətta bəzi icra başçıları öz yaxın çevirilərində açıq etiraf edirlər ki, real idarəçiliklə məşğul ola bilmirlər. Onların sözlərinə görə hələ də komsomol dövründən qalma qaydalarla formal iclaslar, göstəriş xarakterli görüşlər və süni hesabatlarla baş qatmağa məcburdular. İdarəçilikdə prioritetlərin nə qədər səhv qurulduğunu göstərən başqa bir epizod da danışılır. 2025-ci il avqustun 21-də İlham Əliyevin Kəlbəcərə köç edən məcburi köçkünlərlə görüşü zamanı bir qazinin yaxasındakı 2 medalın mənşəyi ayrıca araşdırma obyektinə çevrilib. Sosial problemlər, qazilərin real ehtiyacları bir kənara qoyularaq həmin medalların hansı ictimai təşkilat tərəfindən verildiyi araşdırılıb, sonra isə bu təşkilatlarla bağlı şikayətlər edildiyi bildirilir. Bu fakt bir daha göstərir ki, Zeynal Nağdəliyev öz birbaşa vəzifələrindən daha çox xırdaçı nəzarət və digər qurumların işinə müdaxilə ilə məşğuldur. Bu isə nə idarəetməni gücləndirir, nə də problemləri azaldır. Əksinə, sistemi daha da iflic vəziyyətinə salır. Nəticədə həm rayon icra hakimiyyətləri, həm də digər dövlət qurumları daimi təzyiq və süni hesabat tələblərindən yorulub. Bu cür primitiv, köhnə və statistikaya əsaslanan idarəçilik üslubu ilə nə regionları inkişaf etdirmək, nə də effektiv yerli idarəetmə qurmaq mümkündür. Bu üsulla, necə deyərlər, heç xalxozu da ayağa qaldırmaq olmaz. Zeynal Nağdəliyevin bölgələrdəki iqtisadi maraqları və geniş təsir imkanları ayrıca araşdırma mövzusudur. Lakin bu söhbətdə məqsədim şəxsi biznes iddialarından çox yerlərdə idarəetmənin necə formalizmə, statistika asıllığına və köhnə sovet təfəkkürünə tabi edildiyini göstərməkdir. Real islahat digər qurumların işinə burun soxmaqla, cədvəllər və formal iclaslarla deyil, vətəndaşın gündəlik həyatında hiss olunan dəyişikliklərlə ölçülür. Bu, reallıq qəbul edilmədikcə yerli icra hakimiyyətlərində islahat sözü sadəcə səslənən, amma içi boş bir anlayış olaraq qalacaq. Əsas səbəbi isə dedim, Azərbaycanda islahat termini riyakarlıqdır. Bütün strukturlarda islahatın gerçək mahiyyəti korrupsiyanın təkmilləşdirilməsidir. İqtisadiyyat bir ailənin əlində cəmləşdiyinə görə həm yerli icra hakimiyyəti orqanları, həm də məsələn Zeynal Nağdəliyevin özü vaxtı keçmiş nimdaş qaloşa çevrilir. İlham da düşünür ki, ümumiyyətlə bu qaloş mənim nəyimə gərəkdir?